Salamlar herkese. Sinif 8 bölmə 5 yanma reaksiyalarının suallarına birlikdə baxaq. Birinci sualdan başlayaq. Düşün, müzakirə et hissəsindən. Baxın, burada deyilir. Naməlum maddə oksigenlə qarışdırılaraq reduktora doldurulur. Reduktorda bu maddə və oksigen molekullarının nisbəti 1:5 kimidir. Tam yanma bitdikdən sonra reduktorda karbon qazı, su buxarı və oksigen qazının olduğu müəyyən edilir. Bu qazların molekullarının nisbi uyğun olaraq 3, 4 və 3 şəklində olur. Birincisi, naməlum maddə hansı elementlərdən təşkil olunmuşdur? Bu maddənin formulu necədir? Başlayaq yazmağa. Deməli, naməlum maddə olduğu üçün bunu X götürə bilərik. X üstəgəlsin oksigen və oksigenin molekul miqdarı 5O2-dir. Deməli, reaksiyaya daxil olur naməlum maddə və 5 mol O2. Əmələ gəlir karbon qazı, 3 mol karbon qazı əmələ gəlir. Əmələ gəlir, biraz bu tərəfdən yazmalıydım. Əmələ gəlir 4 mol. Əmələ gəlir 3 mol karbon qazı, 4 mol H2O və 3 mol O2 əmələ gəlir. İndi baxaq. Baxın, buradakı solda olan elementlərin sayı sağda olan elementlərin sayına bərabər olmalıdır. Həmçinin reaksiya daxil olan maddələrin kütləsi reaksiyadan alınan maddələrin kütləsinə bərabər olmalıdır. Karbonların sayını tapaq. Karbon atomunun sayı 3 dənə, hidrogen atomlarının sayı 8 dənə. Bu hissədə 10 dənə oksigen atomu var. Sağa baxaq indi. 6 üstəgəlsin 4 üstəgəlsin 6-ya. Edəsi də burada 16. 16 oksigen atomu var. Bildiyimiz kimi burada 6 oksigen atomu artıq qalasıdır. Çünki reaksiya daxil olandan sonra oksigen atomu reaksiyanın sonunda çıxa bilməz. Ona görə bu artıq qalan oksigen atomudur. Deməli, başlanğıc maddəmiz, X maddəmiz nədən ibarətdir? Karbon və hidrogendən ibarətdir. X bir molekul olduğuna görə X-in formulu karbon 3 H8 şəklində olacaq bu maddə. Digər suala baxaq. Hansı elementlərdən təşkil olunub? Karbon və hidrogen. Formulu müəyyənləşdirin. Karbon 3 H8 olacaq. Öyrəndiklərinizi tətbiq edin. Təbii qazın yanması ilə oduncağının yanmasını müqayisə edərək oxşarlıqları və fərqlilikləri müəyyənləşdirin. Təbii qazın formulu bildiyimiz kimi nədən ibarətdir? Karbon H4-dən və karbon H4 yandığı zaman karbon qazı əmələ gəlir. Yandırdığımız zaman karbon qazı əmələ gələsidir. H2O əmələ gələsidir. Bir də istilik və istilik ayrılasıdır. Həmçinin oduncağın da yanması zamanı karbon qazı əmələ gələsidir, su əmələ gələsidir, istilik ayrılasıdır. Oxşar cəhətləri budur ki, karbon qazı su əmələ gəlir, istilik ayrılır. Fərqli cəhəti isə bildiyimiz kimi oduncaq yandırdığımız zaman bir dənə əmələ gəlir, kül, his əmələ gələsidir. Fərqli cəhətləri bundan ibarətdir. 2-yə baxaq. Naməlum maddənin yanmasından karbon qazı H2O və SO2 alınır. Bu maddənin tərkibində hansı elementlərin olduğunu əminliklə söyləmək olar. Yəni, maddənin tərkibində oksigen olması mümkündürmü? Cavablarınızı əsaslandırın. Gəlin bu suala baxaq. Deyir ki, naməlum maddə yandığında əmələ gələn maddələr karbon qazı, H2O və SO2-dir. Deməli, yanan maddəmizin karbon qazı, H2O və SO2-dir. Deməli, X maddəsində naməlum maddənin tərkibində karbon elementi olasıdır, hidrogen elementi olasıdır, bir də kükürt elementi olasıdır, 3 element. Ancaq bunun tərkibində oksigen olmasını biz deyə bilmərik. Çünki biz bilməliyik ki, reaksiyaya daxil olan maddələrin kütləsi reaksiyadan alınan maddələrin kütləsi ilə bir-birinə bərabərdir. Baxın, X reaksiyaya daxil olan maddələrdir. X plus T plus Z isə reaksiya məhsullardır. Əgər bunlar bir-birinə bərabərdirsə,
burada oksigen olur, düz deyil, O2 olur. Bərabərdirsə, deməli X-in tərkibində oksigen olmur. Əgər X plus Z-in cəmi bu ikisinin cəmi belə edək. T plus Z-in cəmi böyükdürsə, bu ikisi bu cəm böyük olarsa əgər, o zaman deyirik ki, X-in tərkibində oksigen olma ehtimalı var. Bərabərdirsə yoxdur. Əgər X və Z-in cəmi balacadırsa, onda deyirik ki, X-in tərkibində oksigen atomu yoxdur. Böyükdürsə var. Böyükdürsə var deyirik. Kiçikdirsə yoxdur deyirik. Amma indi bunu bu şəkildə deyə bilmərik ki, var və yaxud da yoxdur. Onu ancaq reaksiyadan sonra müəyyənləşdirmək olar. Sonra üçüncüyə baxaq. Tərkibində oksigen atomu olmayan. Bax, burada verilibdir. X maddə oksigen qazı ilə qarışdırılır. Bu qarışıqda molekulların sayı nisbəti 4-ün 15 olur. Tam yanma zamanı alınan qarışıqlar karbon qazı H2O, N2 və O2-dir. A əmələ gəlir, yəni burada karbon qazının molekul sayı verilməyibdir. 10 mol H2O əmələ gəlir, 2 mol N2, 6 mol da O2 əmələ gəlir. İndi bunu yavaş-yavaş hesablamağa başladığımız zaman bizə hər şey aydın olasıdır. Amma deyir, X maddəsində oksigen atomu yoxdur. Verilibdir zaten. Deməli, X neçə moldur? 4 moldur. Bunu qeyd edirik. 15 mol O2'dir. Bunu da qeyd edirik. Sonra devam edirik. Karbon qazının mol verilməkdir. N karbon qazı yazıram. Əmələ gəlir 10 mol H2O. 10 mol H2O. Bir də nə əmələ gəlir? 2 mol N2. Bir də nə əmələ gəlir? 6 mol O2. Tamam. Baxın. Burada bildiyimiz sadəcə şey 30 mol 30 oksigen atomudur. 30 oksigen atomudur. Bu 15 vurdu 2 30 oksigen atomu. Hidrogen sayını tapaq 20. Azotun sayını tapaq 4. Və deməli burada 4-dürsə karbonun sayı məlum deyil. Karbon yazaq, bir də oksigen yazaq. Baxın, hələ ki bunu yaza bilərik. Oksigenin sayını tapaq. İkisi də oksigen yoxdur. Baxın bura. 30'dursa, solda 30'dursa, burada neçə dənədir? Onu vururuq 1'ə 10, 12. 10 plus 12 neçə eləyəsidir? 22 edəsidir. 30'dan 22 çıxanda neçə eləyir? 8. Deməli, bu E'nin yerində nə dayanasıdır? 4 dayanasıdır. 4 dayanasıdır. 22, 30 olsun deyə, oksigen sayı 30 olsun deyə E'nin yerində 4 dayanasıdır. Çünki bizim oksigen sayımız məlumdur sol tərəfdə. İndi karbon sayımız N4 olduğu üçün 4 olacaq. Burada oksigen sayımız da 30 olasıdır. Baxın indi ikisinin tərkibi 4 mol olduğu üçün. Burada X maddəsi 4 mol olduğu üçün karbondan başlayaq. Onda 4 mol yazaq bura. 4 karbonun da indeksinə 1 düşəsidir. Hidrogen 20 dənə olduğu üçün 4'ə böldüyümüz zaman H5 düşəsidir. Oksigen X elementində oksigen atomu yoxdur. Ona görə bu qalır. Azota baxırıq. Azot isə indeksinə 1 düşəsidir. Deməli, maddəmiz karbon, hidrogen 5, azot 1 dənə olasıdır. Burada nə deyilir bizə? Burada deyilir ki, A'nı tapın, yanan maddənin formulunu tapın. Deməli, A'mız oldu burada 4. A'mız oldu 4. Yanan maddənin formulda dediyimiz kimi karbon, hidrogen 5, azot 1 dənə oldu. Buraya yazım daha aydın olsun. Elə buraya yazaq. Karbon, hidrogen 5, azot 1 dənə, A'mız da oldu neçə? 4. İndi suallara keçək, öyrəndiklərinizi yoxlayın. Baxın, yanma reaksiyasına nümunə göstərin. Bu reaksiyasının yanma reaksiyası olduğunu izah edin. Bildiyiniz kimi yanma reaksiyasından istilik ayrıldığı üçün biz bunu bu şəkildə izah edə bilərik. Və istilik və işıq
İşıq və istilik əmələ gəldiyi üçün. İşıq və istilik. İkinci suala keçək. Qlukozanın enerji mənbəyi olmasının səbəbi nədir? Baxın uşaqlar, qlukoza nədən əmələ gəlir? Bitkilərdə əmələ gəlir. Nəyin sayəsində əmələ gəlir? Günəş şüalarının. Günəş şüaları fotosintez prosesində qlukozanı əmələ gətirir. Meyvələrdə əmələ gətirir. Biz o qlukozanı nə edirik? Qəbul edirik. Tənəffüs etdiyimiz oksigenlə də qlukoz reaksiyaya daxil olur, enerji əmələ gəlir. Və bununla bilirik ki, biz qlukozanın nəyə görə enerji mənbəyidir? Deməli, o bitkilərdə fotosintez prosesində əmələ gəldiyi üçün, biz də ondan istifadə etdiyimiz üçün. Üçüncü suala baxaq. Nə üçün azotun oksigenlə reaksiyası yanma reaksiyası deyil? İstilik ayrılmadığı üçün, istilik udulduğu üçün yanma reaksiyası deyil. Maddənin yanma məhsulları karbon qazı və su buxarı olarsa, bu maddə metan, amoniak ola bilərmi? Amoniakın burada maddələrin formullarını bilmək lazımdır. Baxın, CH4-dür, metan, amoniak da budur. NH3. Deyir ki, karbon qazı və su buxarı H2O olarsa. Burada yazsaq karbon qazı və H2O. Gördüyümüz kimi uşaqlar, karbon və hidrogen var. Baxın, burada karbon yoxdur ki, sadəcə azot və hidrogen var. Ona görə bu maddə ola bilməz. Cavab C, yəni metan qazının olmanın səbəbi karbon qazı və hidrogəndə karbon və hidrogen elementindən təşkil olunmasıdır.